Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Azərbaycanda Məhərrəm ayı iyulun 16-sında başlayıb və hicri qəmər təqviminə uyğun olaraq iyulun 14-də başa çatacaq. Xəbər verilir ki, Məhərrəm İslam təqviminin ilk ayı olmaqla yanaşı müsəlmanlar üçün xüsusi mənəvi əhəmiyyət daşıyır. İyulun 14-də Məhərrəm ayının başa çatması ilə hicri təqvimin ikinci ayı olan Səfər ayı başlayacaq. Qeyd edək ki, Məhərrəm ayı bu il Azərbaycanda iyulun 16-sından etibarən başlayıb. Zərdab sakininin su arxından meyidi tapılıb. Xəbər verilir ki, hadisə rayonun Təzəkənd kəndində baş verib. Gənc sakinin 1964-cü il təvəllüdlü Təhlə Qoca oğlu Mustafevin meyidi su arxında aşkarlanıb. Meyit sudan çıxarılaraq adəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır. Allah rəhmət eləsin, yaxınların əzizlərinə səbir diləyirik.